Təsəvvür elə qarşında iki yol var. Hərəsinin də öz işıqları, öz tələləri var. Biri daha təhlükəsiz, amma biraz darıxdırıcıdır. Digəri isə macəra doludur, amma risklidir. Və sən bu iki yolun ortasında dayanıb fikirləşirsən. Görəsən hansını seçsəm daha doğru olar? Tanış səsləndi, deyilmi? Bax, qərarsızlıq deyilən o şey həyatımızın daimi qonağıdır. Səhər nə geyinəcəyimizdən tutmuş, iş yerində böyük strateji qərarlara qədər. Qərar vermək hər gün etdiyimiz bir məşqdir. Amma bəzən elə qərarlar olur ki, sanki beynimiz donur, ürəyimiz sürətlə döyünür, əllərimiz tərləyir və biz öz-özümüzə deyirik: birdən səhv eləyərəm. Salam dostlar, bugün çoxumuzun gündəlik həyatında qarşılaşdığı, amma bəzən etiraf etməyə utanıb içimizdə gizlətdiyimiz bir mövzudan danışacağıq. Qərarsızlıq. Daha dəqiq desək, qərar verə bilməyəndə köməyimizə gələn 3 əsas sualdan. Yəni bəzən sadəcə bu 3 sualı özümüzə verməklə bütün o buludlu havanı aydınlaşdırmaq olur. Hazırsınızsa başlayırıq və söz verirəm, videonun sonunda o sonsuz düşünmə rejimindən çıxıb nəhayət bir addım atmağa hazır olacaqsan. Gəlin belə bir vəziyyəti təsəvvür edək. Sizə 2 iş təklifi gəlir. Biri prestijli, maaşı yaxşı, amma çox stressiz bir şirkətdir. Digəri isə daha sakit, maaşı biraz az olan, amma inkişaf imkanları olan bir yerdir. Və sən 5 gündür yata bilmirsən. Çünki hansını seçəcəyini bilmirsən. Ətrafdan hər kəs bir fikirdir, amma sənə heç biri 100% doğru gəlmir. Bu tanış mənzərəni necə aydınlatma olar? Burada birinci əsas sual belə olacaq. Əgər sabah seçimlərdən biri olmasa, hansı variantın arxasınca heyfslənərəm? Bu sual qərarsız beynə ürəyinin səsini dinləmək üçün yol göstərir. Biz çox zaman qərar verərkən o qədər rasional, o qədər məntiqli olmağa çalışırıq ki, emosiyalarımızı boğuruq. Amma qərarın içində yaşanacaq hisslər də var. Öz-özünə soruş, əgər bu iki işdən biri olmasa, sən hansının arxasınca daha çox heyfslənərdin? Bu sual sənə, əslində içində hansına daha çox meyil olduğu sualına cavab verəcək. İkinci sual daha stratejidir. 5 il sonra bu qərarın nəticəsi necə görünəcək? Bəzən biz indiki narahatlığımızı azaltmaq üçün təcili rahat qərar veririk. Amma bu qərarın uzun müddətli təsirlərini düşünmürük. Özündən soruş, 5 il sonra bu seçimin nəticəsi mənim kimliyimə, karyerama, şəxsi həyatımın axışına necə təsir edəcək? Yəni, bugün seçdiyim rahatlıq 5 ildən sonra məni daha narazı bir edəcəkmi? Bugün biraz çətin olsa da, sabahki özüm mənə təşəkkür edəcək? Gəlin burada bir dostumuzun həyatından misal verim. Adı Şərti Cavid olsun. Cavidə bir korporativ bankda yüksək maaşlı iş təklifi gəlmişdi. Amma paralel olaraq kiçik bir startapda öz sahəsinə daha uyğun bir vəzifə də var idi. Əvvəl düşündü ki, pul əsasdır, banka gedim. Sonrası bu ikinci sualı özünə verdi. 5 il sonra bu qərar mənə nə qazandıracaq? Və başa düşdü ki, o uzun müddətli xoşbəxtlik və özünü reallaşdırmaq istəyir. Startapa getdi. 2 il sonra həmin startap ölkənin ən tanınmış texnoloji şirkətlərindən birinə çevrildi və o artıq orada rəhbər vəzifələrindən birindədir. Və keçək üçüncü sualımıza. Bu, bəzən ən real və açıq sualdır. Ən pis nə ola bilər? Çox zaman qərar verməməyin kökündə qorxu yatır. Və bu qorxu bəzən o qədər şirdilmiş olur ki, özümüz də fərqinə varmırıq. Məsələn, işi dəyişmək istəyirsən, amma beynində sanki belə bir film gedir. Birdən alınmaz, birdən bəyənməzlər, birdən işsiz qalaram. Bu sual isə səni reallığa qaytar. Ən pis nə ola bilər? Yaxşı, bəs yenidən müraciət edə bilməzsən? Başqa seçimlərin yoxdurmu? Beyin belə suallarla məşğul olduqda artıq panika rejimindən çıxır, təhlil rejiminə keçir. Qorxuya obyektiv baxmaq, onun real olub-olmadığını ölçmək qərarsızlığın ən böyük düşmənidir. Ona görə də əziz izləyici, növbəti dəfə qərarsız qalsan, sadəcə bu 3 sualı özünə ver. Əgər bu seçim öz-özünə yox olsaydı, hansının arxasınca heyfslənərdim? 5 il sonra bu qərarın nəticəsi necə görünəcək? Ən pis halda nə baş verə bilər? Bu suallar düşüncə kompası kimidir. Səni öz yoluna yönəldir. Səsküy içində öz səsini tapmağa kömək edir. Unutma, qərarsızlıq zəiflik deyil. Hətta bəzən bu, sənin məsuliyyətli biri olduğunun göstəricisidir. Amma məsuliyyətli olmaq eyni zamanda hərəkət etməyi də tələb edir. İndi isə əgər sən də bugün nədənsə qərarsızsansa, gəl biraz öz daxili səsini dinlə. Ola bilsin cavab artıq oradadır, amma səni gözləyir ki, biraz sakitləşəsən və onu eşidəsən. Uğurlar sənə dostum.